Usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən bütün müsəlmanlara nazil etsin inşallah. Şaban ayının sonuncu cümə günündəyik. Allah Taala inşallah gələn Şaban ayını və gələn cümələri nəsib eləsin. Qarşıdan Ramazan ayı gəlir. Çox fəzilətli, əzəmətli, üstün bir ay gəlir. Elə bir ay ki, Allah dostları, övliyalar bu Ramazan ayını səbirsizliklə gözləyərdilər. Və həqiqətən Ramazan ayı barəsində biz danışdığımız zaman Ramazan ayının ilk öncə Peyğəmbərimizin kəlamı bizim gözümüzün önünə gəlir. Həzrəti Peyğəmbər buyurur ki, Şəhru Ramazan, Ramazan ayı əvvəlus sənə, ilin əvvəlidir. Düzdür, Hicri qəməri təqvimində ilin əvvəli Məhərrəm ayıdır. İlin birinci ayı Məhərrəm ayıdır. Amma Peyğəmbərimiz buyurur ki, Ramazan ayı elə bir gözəl, fəzilətli, üstün bir aydır ki, əvvəlus sənə, ilin əvvəli elə Ramazandır. Seyyid-i şuhur, ayların ağasıdır. Peyğəmbər buyurur, günlərin ağası cümə günüdür. Hər şeyin bir ağası var. Bir ayların da ağası Ramazan ayıdır. Ramazan ayı barəsində Peyğəmbərimiz buyurur ki, əvvəluhu rəhmət. Ramazan ayının əvvəli rəhmətdir. Ramazan ayının birinci günü daxil oldu, Allah Taala'nın rəhməti yeryüzünə nazil olur. Avsətuhu məğfirə. Ramazan ayının ortası Allah Taala'nın bağışlamasıdır. Axiruhul icabə və itq. Axırı Ramazan ayının duaların qəbul olunması və cəhənnəm odundan azad olunmaqdır. Bəs Həzrəti Peyğəmbərimiz Ramazan ayı barəsində buyurur və o cümlədən Quran-ı Kərimə diqqət etdiyimiz zaman Quran-ı Kərimdə yalnız Hicri qəməri təqvimi aylar içərisində Ramazan ayının adı keçir. Ramazan ayının adı keçir Quran-ı Kərimdə. Allah Taala buyurur ki, Şəhru Ramazan, Ramazan ayı, Əlləzi unzilə fihil Qur'an, hansı ki Qur'an Ramazan ayında nazil olub. Hudən linnas və beyyinatin minəl huda vəl furqan. Quran-ı Kərim elə bir kitabdır ki, haqqı batildən ayırandır. Açıq, aşkar hidayətin dəlilləri var, yolları var. Allah Taala buyurur ki, Fəmən şəhidə minkumuş şəhrə fəlyəsum. Hər kəs bu Ramazan ayına daxil olsa, oruç tutsun. Orucu vacib edən iki ayəmiz var Quran-ı Kərimdə. Bir bu ayədir, bir bundan əvvəl inşallah oxuyacağıq. Hansı ki Allah Taala buyurur ki, həmin ayədə Yə eyyuhəl-ləzinə əmənu. Ey Allaha iman getirənlər. Kutibə aleykumus siyəm. Oruç tutmaq sizə vacib oldu. Kəma kutibə aləl-ləzinə min qəblikum. Necə ki sizdən əvvəlki ümmətlərə oruç tutmaq vacib idi, eləcə də sizə oruç tutmaq vacib oldu. Ləalləkum təttəqun. Bəlkə təqvalı olasınız. Hər ibadətin bir təsiri var. Qıldığımız namazın təsiri var. Ziyarətin təsiri var. Zikrin təsiri var. Duanın təsiri var. Orucun təsiri budur ki, insan təqvalı olsun. Orucun nəticəsi budur ki, insan günahdan çəkinsin. İnşallah bu barədə biz danışacağıq. Bəli, bu həmin ayədə də Allah Taala buyurur ki, sizlərdən hər kim Ramazan ayına daxil olsa, fəlyəsum, oruc tutsun. İstisnalar var. Kimlərə oruc tutmaq vacib deyil. Kimlərə oruc tutmaq vacib deyil. Allah Taala buyurur ki, وَمَنْ كَانَ مَرِيدًا. Kes ki xəstədir,
oruç tutmaq ona vacib deyil. Ya məsələn, Allah Taala buyurur ki, "Av alə səfərin", yaxud səfərdədir. Səfərdədir, bu həmin şəriət məsələləri ilə bağlı olsa da qeyd etmək istəyirəm ki, necə ki 10 gün və yaxud 10 gündən artıq səfər edən şəxsə namazı bütöv qılmaq vacibdir, eləcə də 10 gün və 10 gündən artıq səfərdə olan şəxsə də oruç tutmaq vacibdir. Amma 10 gündən az olarsa, həmin günlərin Allah Taala buyurur ki, digər aylarda qəzasını yerinə yetirəcək. Fəiddətun min əyyəmin uxər. Hansı ki, günlər oruç tuta bilməyib adam, o günlərin qəzasını yerinə yetirəcək. Allah Taala buyurur ki, oruç tutmaqla Allah sizi çətinliyə salmır. Bəzi insanlar var ki, fikirləşir ki, nə üçün Allah Taala bizə bu cürünə əmr edir ki, yemək yeməyək, yaxud su içməyək və yaxud digər məsələlər nə üçün olmaz? Allah Taala bu işdə insanlar üçün xeyir qərar verir. Allah Taala buyurur ki, yuridullahu bikumul yusra. Allah sizin üçün asanlıq istəyir. Və la yuridu bikumul usra. Allah Taala sizin üçün çətinlik istəmir. Və daha sonra Allah Taala buyurur ki, və litukmilul iddətə və tukabbirullah alə mə hədəkum. Allah Taala buyurur ki, bu həmin Ramazan ayının birinci günündən sonuncu gününə qədər orucunuzu tamamlayın, kamil edin və daha sonra Ramazan ayı bitəndən sonra bayram namazında Allah Taala'ya təkbir deyin. Alə mə hədəkum. Allah Taala'ya təkbir deyin, sizi hidayət etdiyinə görə, sizi doğru yolda qərar verdiyinə görə və ləalləkum təşkurun. Bəlkə bununla siz Allah Taala'ya şükrünüzü əda edə bilərsiniz. Və o cümlədən qeyd etmək istəyirəm ki, Ramazan ayı ilə bağlı Allah Taala Quran-ı Kərimdə bir şəriət məsələləri də qərar vermişdi. Şəriət məsələləri bundan ibarətdir ki, məsələn, bayaq biz dedik ki, xəstə olanlar, səfərdə olanlar, yaxud məsələn, adam yaşlı adamdır, səhhəti imkan vermir oruç tutmağa. Allah Taala başqa bir ayədə buyurur ki, Allah Taala buyurur ki, bəli, buyurur ki, və aləl-ləzine yetiqunehu fidyetun ta'amu miskinin. Allah Taala buyurur ki, hər kəs ki xəstədir, oruç tuta bilmir, yaxud o həmin günlərə görə Allah Taala buyurur ki, bəli, bir fidyə təam versin miskinə. Bir mud təam təxminən 750 qram buğda, yəni 750 qram indi çörəyin çəkisi bilmirəm, gah azalır, gah çoxalır, çörəyin çəkisi nə qədərdir. 750 qramdırsa, yəni bir çörək məsələn ehtiyaclı insana, kasıblara vermək olar və o cümlədən Allah Taala buyurur ki, فَمَنْ تَتَوَّأَ خَيْرًا فَهُوَ خَيْرٌ لَهُ. Hər kəs fidyəni çoxaltsa, məsələn 750 qramdır, biraz da əlavə üstünə qoyur. Bəzən soruşurlar ki, məsələn təxminən 1 manat yox, ya bir neçə manat biz o günkü oruç tutmamışıq, ona əvəzi olaraq ehtiyaclı insana verə bilərik. Bəli, Allah Taala buyurur ki, çox versiz, bu daha sizin üçün xeyirlidir. Və Allah Taala ayənin davamında buyurur ki, وَاَنْ تَسُمُّ خَيْرٌ لَكُمْ. Oruç tutmaq sizin üçün daha xeyirlidir. وَاَنْ تَسُمُّ خَيْرٌ لَكُمْ. Oruç tutmaq sizin üçün daha xeyirlidir. İn kuntum tə'ləmun. Kəş ki siz bunu biləydiniz. Bəli, Allah Taala Quran-ı Kərimin Ramazan ayı barəsində ayələrini oxuduq ki, Allah Taala bu ayələrdə buyurur və inşallah ki, Allah Taala Ramazan ayının feyzindən cümləmizə nəsib etsin. Allah Taala bizi Ramazan ayında həqiqi oruç tutanlardan qərar versin inşallah.